Baba bunun içindən yumurta çıxacaq Leyla, buna bax. Bakıda hər cür quş ətinin verildiyi unikal bir məkan tapmışam. Elə girişdəcə sizi bax belə canlı quşlar qarşılayır. Bura həm ev, həm də çöl quşları daxildir. Məkanın girişində quşları həm canlı, həm də ləzzətli yemək formasında görə bilirsiniz. Çolpa ləvəngi təndirdə. Bu ördəkdir bu. Bu qaşqaldaqdır. Qəşəng. Bunlar soğanda hinduşka. Biz burada şirəli hinduşka, qaşqaldaq, gərəf və çolpa atom götürdük. Hinduşkanın porsiyası 12, çolpa və gərəf 18, qaşqaldağın bütövi isə 28 manatdır. Yeyənlər bilir, çöl quşlarının ətinin spesifik dadı olur. Xanımlar çox da bəyənmədi. Amma quş ətinin heyranı olan bəylər 100% bəyənər. Çünki çox əla hazırlanmışdı. Mən isə çöl quşlarından gərəfi çox bəyəndim. İlk dəfə dadına baxırdım. Bir porsiyası 18 manatdır. Baba bunun içindən yumurta çıxacaq Leyla, buna bax. Atom çolpa isə elə yumurtalı zadlı servis olunur. Üstəlik içində düyü də verilir. Bizim Gəncəli balası Murad bunu çox bəyəndi. Biz burada kababların da dadına baxdıq. Bastırmanı çıxmaqla digər kababları əla idi. Sherlock Park ailəvi restorandır. Hər cür qonaq sayına uyğun kabinetləri və parkinq üçün şəraiti var. Quş ətləri və qazan yeməkləri üçün buranı %100 yadda saxlayın.